Az öncə mətbuat konferansında qeyd olunduğu kimi biz sabahdan 21 iyun tarixindən artıq bölgələrdə məhsul festivallarına start veririk. Ümumilikdə 9 iqtisadi rayonu əhatə edən 13 bölgədə təşkil olunan bu məhsul festivalların əsas məqsədi həmin bölgədə yaşayan bizim məhsul istehsalçılarımız, yəni fermerlərin öz yetişdirdiyi məhsul ətrafında geniş kütlə məlumatın verilməsidir. Həmin bölgənin bu məhsul ətrafında tanınmasını təşkil etməkdir, aqrar turizm potensialının artırılmasıdır. Həmçinin həmin bölgələrdə investisiya mühitinin yaxşılaşdırılmasıdır, həmin bölgələrdə emal müəssisələrin qurulmasına təkan vermək, dəstək verməkdir. Həmçinin də bizim fermerlərimiz il ərzində bilirsiniz ki, zəhmət çəkir, məhsul yetişdirir və öz məhsulunun yığılmasını sevinclə qeyd etməsidir. Bizim də onlara dəstək olmağımızdır və orada bayram ab-havasında bu tədbirlərin təşkil olunmasıdır. Həmçinin biz düşünürük ki, bizim bu təşkil etdiyimiz tədbirlərdə bizim digər rayonlardan, bölgələrdən olan sakinlərimiz də iştirak edəcəklər və dincələcəklər, istirahət edəcəklər. Bizim ənənəvi təşkil etdiyimiz aqrar biznes festivallarından fərqli cəhət odur ki, biznes festivallar sırf fermerlərin öz təsərrüfatı tətbiq edə biləcək texnika, avadanlıq, gübrələr, dərmanlar, pilotsuz uçuş aparatları, sertifikatlı toxumlar və s. kənd təsərrüfatı istehsal vasitələrinin təmin olunması isə burada sırf bizim fermerlərimizin öz məhsullarının realizə etməsinə imkan yaratmaqdır.